Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Müəyyən səbəblərdən çoxdandır video çəkmirdim, əziz izləyicilərim. Bugünsə kənd çolpasından soğutma bişirdim və bişirmə qaydasını sizinlə paylaşmaq istəyirəm. Əvvəlcə toyuğu, yəni çolpanı təmizləmişəm. Xırda narın tüklərini qazda ütmüşəm, yudum. 2 yerə bölüb qoydum qaynamaya. İçalatını da bir yerdə, yəni içalatını da pətənə, ciyər, hətta içindən yumurta da çıxmışdı. Hamısını birgə qoydum qaynamaya. Qaynara düşdü, kəfini yığdım. Sonra bir baş soğan, bir balaca kök, girdə qara istiot, duz, bir də lavrov list bir dənə əlavə elədim. Lavrov listi ona görə əlavə elədim ki, təzə bişəndə biraz xoşa gəlməyən ətri olur, onu götürsün. Biraz keçdi, lavrov listi götürdüm. Çox saxlamadım, çünki sonra boş dadı verərdi. Deməli, qoydum qaynada hardasa saat yarım. Sonra əlavə elədim, zəfəran dəmləmişdim, zəfəranı əlavə elədim. Qapağını qoyub, biraz da qoydum, tam bişsin, tam həll bişsin. İndi isə əslində buna kartof əlavə etməsəz olar. Mən sadəcə bərəkətli olsun, kartof da bir dənə kartofu böldüm, 3 yerə əlavə elədim və qapağını qoyub yenə qaynatdım. Tam həll bişənə qədər qaynadı. Çolpa sümüyü ətdən ayrılır, o dərəcədə yumşaq bişib. Bu da bizim soğutmamız. Soğus da demək olar, kartof olmasa soğutmadır. Belə əziz izləyicilərim, siz də bişirin. İnşallah güman edirəm bəyənərsiniz. Bəyən düyməsinə basıb fikirlərinizi şərh bölməsində yazın. Abunə olmağı unutmayın. Əziz izləyicilərim, sağ olun, sağlıqla qalın.